Müəllimlərimizdən biri məsələ atıb, A fenotipinə malik qan qruplu hemofiliya olmayan ana ilə AB qan qruplu olan hemofiliyalı olmayan atanın ilk uşağı B fenotipli qan qrupludur, hemofiliyalıdır, oğlan uşağıdır. Bu ailədə deyir ikinci qan qruplu, yəni A fenotipli qan qruplu sağlam uşağın olma ehtimalı neçədir? İndi qeyd eləsək, ana burada ikinci qan qrupdur, ata dördüncü qan qrupdur və bunların ilk övladları üçüncü qan qruplu olubdur. Və baxırıq ki, əgər ana homozigot olsa, böyüyə olsa, bu ailədə üçüncü qan qrup üzə çıxmaz. Mütləq ana heterozigot vəziyyətdədir və ona görə də heterozigot 3 meydana gəlibdir. Sıfıra övlad anadan, B-ni isə atadan almışdı və üçüncü qan qruplu heterozigot olaraq dünyaya gəlibdir. Və bu uşaq həm də hemofiliyalıdır. Hemofiliyalıdırsa, deməli bunu da ayrı yazsaq, ana burada hemofiliyaya görə sağlamdır, ata isə hemofiliyaya görə yenə sağlamdır, amma bu övlad xəstə doğulubdur. Oğlan uşağıdır özdə. Oğlan uşağıdırsa, deməli anada daşıyıcılıq olubdur. Ananın geni böyük H, kiçik H, atada isə böyük H, Y olubdur. Qamet alsaq bunlardan X böyük H, X kiçik H, X böyük H, Y çarpazlaşdıraq. X böyük H, X böyük H bu sağlamdır. X böyük H, Y sağlam oğlandır. X böyük H, X kiçik H daşıyıcı qızdır və bir də X kiçik H, Y əmələ gəlib. Görürük ki, 4 övlad alınır, 4 ehtimal var. 4 ehtimalın 4də biri xəstədir. Yerdə qalan 4də 3-ü, baxın bu hissələrin götürsək, bu hissədə 4də 3-ü sağlamdır. Deməli, sağlamlıq burada 4də 3-dür, xəstəlik üzrə 4də 1 ehtimal müşahidə olunur. Və biz niyə bunu hesablayırıq? Çünki B fenotipi üzrə ananın genotipini, tam olaraq qan qrupunu və hemofiliyə görə müəyyən etməliyik ki, biz ailədə ikinci qan qruplu sağlam uşağın doğulma ehtimalını çox rahatlıqla tapa bilək. Sağlamlığa görə tapdıq, 4də 3 ehtimaldır. Yəni 4də 3 sağlamlıqdır. Bunu yadımıza saxlayaq, bizə lazım olacaq. A fenotipli qan qrupunun hesablanmasını edək. A fenotiplini necə edərdik? Bayaqki kimi yenə yazsaq, ana A0, ata AB və bunlardan qamet alaq. Çarpazlaşdıraq. Böyüyə, böyük B, böyüyə 0 və bir də B0 alınır. Bizdən ikinci qan qrupunu istəyir fenotipcə. İkinci qan qrupumuz burada böyüyə və böyüyə 0-dır. Yəni, nəsildə 4 belə ehtimal var. 4də 2-si götürə bilərik. 4də 2-ni ixtisar edəndə 2də 1 qalır. 2də 1 qalır. Yəni 2də 1 ehtimal A fenotipli qan qrup üzə çıxa bilər. Sağlamlığa görə bayaq da biz götürmüşdük. 4də 3 ehtimal götürmüşdük. Və bunları da bir-birinə vuranda 8də 3 ehtimalı almış oluruq. Cavab 8də 3 gəlməlidir.